İndikilər nə bilirlər ki, ha? Ər nədir, öy nədir, ailə nədir, qədir nədir, qiymət nədir? Yo, heç nə. Bir dənə də söz deyəndə ki, ha, ayağın yandı, geri çək, tutardı, çıxdı, getdi. O dəqiq gedir, otur atasının xarabasında. Tutardı, getdi. Nə var ki, mənə söz dedilər. Nə dedilər sənə? Zəhrimar dedilər, azar dedilər, boğma dedilər, çor dedilər, nə dedilər? Biz əziyyət çəkib elə istəyir, biz də əziyyət çəkək. Mırıldama günə orada. Görsən telefonla danışıram. Görməmiş, sonradan görən. Bax, telefondur bu. Harada görmüsən? Adım kimi əminəm, bir həftəlik çayı getirib gəlib qoyub mənim qabağıma. İnanırsan sən? Bu dünyasında mənə təzədən çay verməz. Baxmayaraq ki, mən noxoşam. Parmaqlarım boşsa ver mənə, çişliyim bu çayı için. Qanacağın, qabiliyyətin qalsın, atoğun xarabasında elə. Bax, görməyib də. Ağız öydə pişməyib, qonşudan gəlməyib, görməmişim birisidir də. Of, qurban olum sizə, ay atalar. Nə yaxşı demişsiniz ki, meşədə qozun yaxşısını çaqqal yiyər. Hər ay bala, danışma, danışması dərd deyil. Kəbiş gəldi, mən sonra səhər gediyərəm. Babam. Oğlum Cəbrayıl. Ay canım. Mama ölür. Allah eləməsin, ölsün səni istəməyənlər ay mama. Ürəyim buramda vurur. Ürəyim səhərdən mənimlə çarpışır. Mən vururam, o vurur. Ay mama, əsas odur vurur. Narahat olma, yaxşısan. Yox, ölsə ilin günün bu vaxtında anan qurban göstərmə. Niyə inirdin axırıncı köpük quruşu bu gülə verib, mama üçün gülü alırsan? Niyə lazım idi? Mən artıq ölürəm. Ver onları arvadı bu. Ay mama, sənə qurban olaram. Elə onun üçün almışam da. Həri, ona verirsən? Hə, nə olar? Ver arvadın Gül xanıma gülləri. Mən ana, hanı məndə o bəxtəvərlik ya? Mənim oğlum, bir dənə oğlum mənə gül alsın, getirsin, gəlsin. Ver ona. Eybi yox, narahat olma, onsuz da evə gedir, hamımız bir evdə yaşayırıq. Prosta yazığım gəlir güllərə, evdə solacaqlar hamısı. O evə gül də ziyandır. Kimdir burada papirus çəkən? Hə? Kimdir burada mikrob? Ne demək istəyirsən? Kimdir burada bakteriya ki o gülləri soldursun? Açıq dinə, oğlumun yanında deyilən də. Bax kimi oğlumun yanında deyilən də. Ay ana, narahat olmayın, sənə görə demirdim. Deyirəm, yəni pəncərənin qabağı gün almır. Yeni tikili tikiblər axı, ona görə günəş almayacaq yazıq. Fotosintez falan var, yeni tikili var, ona görə. Sən bilirsən nəsə? Səndən analar doğmayıb, doğmayacaq da.